Qardaşım, sən qaldığın liftdə bir aya yaxın orada qaldığında Çardağda danışmısan. Deməli Rusiyaya köçdüm, dostum var idi, uşaqlı dostum. O dedi ki, dəstək olacaq, gəl qal bizim yanımızda. Elə oldu ki, bunlar biraz kriminaldaydılar da bunlar, yəni avara həyatı yaşayırdılar. Mən də bilirdim ki, bunların bir dənə yerləri var, yəni orada lev işlər edirlər də, yəni orada məsələn pullarını sayırdılar məsəl üçün. Elə oldu ki, bunları tutdular. Mən də səhər axşam məşq edirəm rejimdə. Üstündən bir 5 gün keçdi, evin yazıb ki, evin pulunu ver. Məndə də pul yoxdur. Nə maaş verir, nə bir şey. Yəni nə edəcəm, qaldım, yəni çox pis vəziyyətdə qaldım. Qardaş, mənə 2 gün vaxt verdilər. Davay veşlərimi yığdım veşlərimi, onun da veşlərini elə. Həmin onlar o hardakı yığılmırdılar. Yəni krişa idi belə binanın, o liftin motoru olan yer. Qardaş geldim, orada yığdım yerə kardon, bir də fen kimi belə peçlər var idi. Ondan 2 dənə almışdıq. Qardaş gəldim məşqə, səhərlər. Məşqdən girirdim. Məşqdən sonra paltarımı soyunmurdum. Paltarla simirdim, yuyurdum, sıxırdım. Aparırdım özümdən. Yəni çıxırdım ora, yəni paltarı da asırdım.